Maraqlıdır da, bu fikirlərin davamında onun ustadı necə bir rəy verəcək, amma bunu eşitmək üçün biz digər iştirakçıları da bura səsləməliyik. Cəmilə və Elnur gəlir. Maraqlıdır. Əziz dostlar, Röya öz yarım finalçılarının adını açıqlamazdan öncə gəlin bu iştirakçıların ifalarına qısa bir nəzər yetirək. Röya xanım, Babəkin mahnısının sonlarına yaxın kövrəlmişdiniz. Mahnı sizi ağlatdı, yoxsa seçiminizin çətinliyi? Babəkin ürəyi məni ağlatdı. 23 yaşında bir oğlanın belə hissləri məni ağlatdı. Bir də ki, mahnını çox sevirəm. Onun da öhdəsindən gəldi. Mən bu mahnını çox lirik qulaq asmışam. Və bu mahnıya daha çox evdə tək, belə özüm üçün divanımda uzanıb, mahnıya qulaq asıb. Bəzən bir damcı kövrəlmişəm, bəlkə həyatımda olan bir şeyə görə. Amma bugün o qədər xoşbəxtəm. Ona rağmen sən məni ağlatdın. Sənə təşəkkür edirəm. Xoş gəlmirsən bu sənətə. Cama, düşünürəm ki, sən bütün arzularını burada reallaşdırdın. Cəmiləm. Səni təbrik eləyirəm, çünki özünü bizə təzə bir Cəmilə olaraq göstərdiyin üçün. Elnur haqqında nə deyim? Elnur onsuz da ulduzdur. Elnurun baxışları mənim baxışımdan çoxdur. Elnur keçən səfər bir söz dedi. Dedi ki, mən böyük səhnədə olmaq istəyirdim. Yəni, mən belə tanınmaq istəyirdim. Əslində, xalqın seçimi sənnəndir. Xalq səni sevir. Ona görə səni təbrik eləyirəm. Düşünürəm ki, bu səhnə sənin üçün çox şey qatdı və bir çox uşaqlar var ki, mən onları seçəndə artıq ürəyimdə yazmışdım. Mən onlar üçün mahnı həll edəcəm, mən onlar üçün bu köməklikləri edəcəm. Və unutma ki, sən o uşaqlardan birisən. Röya belə bir ifadə işlətdi. Xalqın seçimi. Bu an isə hər şeyi ustadın seçimi həll eləyəcək. Elə həmin vaxtı. Seçim vaxtıdır. Röya, onlardan ikisi yarım finala vəsiqə qazanacaq. Birinci adı gözləyirik hamımız sizdən. Mən Cəmiləyə şans verim ki, gələn səfər Murad Arifi təəccübləndirsin. Cəmilə Həşimova! Cəmilə getsin, hazırlansın. Cəmilə, təbriklər əzizim. Get möhkəm hazırlan. Məni biabır eləmə Muradın yanında. Mən peşman eləyirəm. Çox sağ ol. Mənə bu duyğuları yaşatdığın üçün, ağlatdığın üçün Babək. Təzə performans gözləyirəm səndən. Babək əfəndi! Babək, təbriklər. Yarın finalda görüşərik. Əziz Elnur,
Bu son değil, bir röyu olaraq deyirəm sənə. Hətta dünən sənin haqqında biz bəstəkarla da danışmışıq. Sənin bütün videolarını atmışam. Adam şokdadır, deyir bu uşaq orada nə gəzir? Dedim bu uşağı göndərirəm, o zaman mahnısını hazır edin. Bitti artıq çöl oxumalar, onun mahnıları radiolarda olmalıdır. Çöldə hamı onu tanıdı, çox sağ olsun. İndi zəhmət olmasa onu dinləsinlər radiodan. Onu gecələrinə dəvət etsinlər. O daha çox qazanmağa layiqdir. Bax, onu bir dənə bilsin. Uğurlar. Bugün son sözünüz. Hər kəsə, bütün tamaşaçılara, bütün Müsləv heyətinə təşəkkür edirəm ki, gözəl səhnədə məni qarşıladınız. Bu mənim üçün böyük bir təcrübə oldu. Artıq bundan sonra inşallah böyük səhnələrdə yenə də davam edəcəm. Amin. Böyük işlər görəcəm. Sizə bunun əminliklə sözünü verirəm. Çox sağ olun. Uğurlar Elnur.